Sizin mallarınız və övladlarınız imtihandır. Allah pul da verəndə imtihan verib. Övlad da verəndə imtihan verib. Sən deyirsən, Allah mənə imtihan eləmə. Yəni, Allah mənə övlad vermə. Mənə pul vermə. Belə dua edir, oradan da gəlmiş, o da Allah niyə vermirsən də, özün dua eləmirsən də. Yəni, insan gəlir, dini mariflə tanış ola. Maraqlıdır, bax, dini mariflə tanış olmaq. Dua da özü bir məktəbdir. Duanı da insan gəlir, belə hər nə gəldi danışım deyil. Gör, məsum hara apardı məsələni. Həm səhvini dedi, həm dəlil dedi, həm düzü dedi. Dedi, belə dua elə. Necə dua eləyim? وَلَكِنْ قُلْ Allahumma inni əudhu bik min muzillatil fitan. Allah sənə sığınıram o imtihanlardan ki, o imtihanlarda azaram. Məni azdıran imtihanlardan sənə sığınıram. Duanı belə eləyərlər. Dedi, hə, indi bildim. Nə ki, imtihan eləmə. İmtihan lazımdır da. Mümkün də deyil ki, o yəni alınmayan duadır. Yaxşı. Belə dua eləyin, qardaşlar, bacılar. Allah məni, o imtihanlar ki, mən azaram, həddimi aşaram, məni azdırar, çıxardar haqq yoldan və s. Sən əlimdən tut, o imtihanlardan məni uzaq elə.